Çağrı mərkəzinin operatoru ilk işə səhər saat 9-da başlayır, axşam 9-a qədər davam edir, növbəli şəkildə fəaliyyət göstərir. Əməkdaşların bəziləri evdən xidmət göstərirlər, bəzi əməkdaşlar inzibati ofislərimiz var, oradan xidmət edirlər. Xüsusi karantin rejiminin tətbiqi zamanı icazələrin alınması və monitorinq sistemi, həmçinin 8103 SMS xidməti ilə bağlı yaranan suallara cavablandırmaq üçün yaradılan asan xidmətin 9108 çağrı mərkəzinin operatorları gün ərzində təxminən 15-17 mindən çox vətəndaşın müraciətini qəbul etməklə gərgin və gücləndirilmiş iş rejimində çalışırlar. Səhər 9-da ilk işə gəldiyimiz zaman təbii ki, texnik avadanlıqları işə qoşmaq olur və sistemə daxil oluruq. Zənglər 9-dan etibarən gəlməyə başlayır və elə 9 tamamdan etibarən müraciət qeydə alınır və zənglər gəlir. Daha çox zənglər 9108 nömrəsinə hüquqi şəxslərin və yaxud da fiziki şəxslərin icazə qov saytında qeydiyyata alınması, icazələrin alınması ilə bağlıdır. Onlara müvafiq izahatlar, müvafiq yaranan sualları ilə bağlı cavablandırılır. Həmçinin vətəndaşların yaşayış yerini tərk etməsi ilə bağlı 8103 nömrəsinə SMS göndərilir ki, onunla bağlı yaranan suallar da tərəfimizdən cavablandırılır. Yaranan suallarla bağlı isə gücləndirilmiş rejimdə çalışan çağrı mərkəzinin hər bir operatoru gün ərzində 200-dən çox zəng qəbul edir. Xatırladaq ki, evdən çıxmaq istədiklərinə dair icazə əldə etmək üçün vətəndaşlar mobil nömrədən icazənin məqsədini bildirən xüsusi kodu və şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini SMS ilə 8103 qısa nömrəsinə göndərirlər. Yaranan suallardan məsələn, daha çox yaşayış yerini tərk etmək üçün hansı indeks üzrə seçilməlidir? Bununla bağlı olur ki, operatorlar tərəfindən müvafiq qaydada izahatlar verilir və onlara müvafiq təlimatlar verilir. Bəzən olur ki, vətəndaşlar SMS-i tam şəkildə düzgün göndərmirlər və yaxud da şəxsiyyət vəsiqəsinin seriya nömrəsini yazmırlar, ya indeksi seçmirlər. Bununla bağlı daha çox zənglərimiz olur ki, bu halda vətəndaşlara düzgün göndərilmə qaydası izah olunur və əgər hər hansı bir texniki səbəbdən çətinlik yaranarsa, araşdırma aparılaraq dərhal təcili olaraq texniki şöbəyə ötürülür müraciətlər. Amma bu SMS xidmətindən sui-istifadə edənlər də var ki, onları da buna görə inzibati cəza gözləyir. İlk günlərin statistikası göstərdi ki, gələn SMS-lərin, daxil olan SMS-lərin təxminən 60%-dən yuxarısı aidiyyəti olmayan SMS-lər idi. Burada həm SMS-lərin mətninin düzgün formalaşdırılmaması, eyni zamanda qeyri-ciddi aidiyyəti olmayan SMS-lər, hansı ki, bu sistemin yüklənməsinə səbəb olur avtomatik olaraq və bu eyni zamanda hansısa doğrudan da zəruri ehtiyacı olan bir vətəndaşımızın cavab SMS-inin vaxtının uzanmasına səbəb olur. Xüsusən 3 kodu ilə bağlı, yaxın qohumun dəfnində iştirakla bağlı olan kodla bağlı müxtəlif sui-istifadə hallarına yol verilir ki, təbii ki, bu da hüquq mühafizə orqanları tərəfindən müvafiq tədbirləri istisna etmir. Sui-istifadə hallarına yol verənlər və yaxud belə deyək, hansısa bir müasir texnologiyalardan istifadə edib bu sistemə müdaxilə etmək istəyənlər, onu yükləmək istəyənlər və yaxud ard-arda onlarla SMS göndərmək, bu kimi hallar aşkarlanır və aidiyyəti qurumlar təbii ki, öz tədbirlərini görür. Fəaliyyətə başladığı müddətdən bu günə qədər ilk dəfə çağrı mərkəzi xidmətlərinin müasir texnologiyalardan istifadə etməklə evdən, məsafədən həyata keçirilməsi təmin edilib. Necə ki, 8103 SMS nömrəsini lüzumsuz SMS-lərlə, mesajlarla yükləməməyi biz tövsiyə edirik. Eləcə də 9108 çağrı mərkəzimiz yalnız ən zəruri hallarda vətəndaşlarımızda yaranan suallar halında onların bura müraciət etməsini tövsiyə edirik. Mümkün qədər məsuliyyətlə yanaşılmalıdır bu məsələyə və mütəmadi televiziyalarımızda, onlayn mediada, sosial mediada, bütün platformalardan bizim təlimat videolarımız yayımlanır ki, bunlara baxıb və yaxud 9108 çağrı mərkəzinə zəng edib bu istiqaməti dəqiqləşdirib artıq bu sistemdən yararlansınlar. Eyni zamanda vətəndaşlarımızın daha asan məlumatlandırılması və çoxsaylı zənglərin idarə edilməsi məqsədi ilə 24 saat avtomatlaşdırılmış rejimdə vətəndaşların sorğularını cavablandıran sistem də fəaliyyət göstərir.